Deməli, balaca qızım həkimə ilə düşürük yola, motosəfərə. Gedirik Dilüşlə təbii bayramlaşmağa. Hələlik. Nə deyir qulaq başıma? Mən 5-ini qaldıranda bura... Hə, eybi yoxdur olan şey. Sərin may havası, yağış yağmırsa motor sürmək üçün ən ideal havadır. Mən də qızımla güzgüdən görürsünüz ha. Gedirik. Çəpişimlə gedirik Xırdalana. Ulu nənəsini ziyarət eləməyə. Mənim nənəmdir, hələ həkimənin də ulu nənəsidir. Birinci dəfədir motoya minir qızım. Mopeddə 2-3 dəfə sürmüşəm, amma motoda sürməmişəm. Allah yolumuzu salamat eləsin. Xoşuna gəlir ona belə adrenalinli, maceralı şeylər. Dedim, düş evdəkilərin xəbər olmasın. Düş dedim, nə Məhəmmədin, nə başqalarının xəbəri olmasın ki, motorla gedir. Kutkanı geyin, düş. Çıxdıq belə yola. Sizə nədən danışım da deyim. Düşünün, bir maraqlı söhbət tapım danışacağım. Gəldik, nənəmizi ziyarət elədik. Hoşum. Dayı oğlu Əbülfəz. Həkimə. Yolda çəkmədim, çünki həm uşaq maşın motosikletdədir, həm də hava yağışdır. Nənə nəsə danışır oradan. Ya Allah. Sağ olun, bayramımız mübarək. Allah'a emanet. Getdik. Deməli, dayanmış park eləmişik qızımla. Motosikildə biraz şəhəri gəzmək istədik sərin havadan. Nə bilim, yemək zad yemək istədik. Qayıtmışıq, deyir ki, çəkdilər sizi. Vicdansız motosikl yer tutur, məni çəkirsən oradan. Görürsən ki, diaqonal saxlamışam, elə bir yer də tutmuram da maşın yeri. Elə bəhanə axtarırlar ki, cəmaatı yükləsinlər cərimə ilə. Motosikl də parkingə görə çəkərlər. Vicdansız. Neyse. Sağlıq olsun, pozitiv düşünək, pozitiv danışaq. Bu da dövlətə verəcəyimiz vergi olsun. O gün də o birisi motosikllə. Deməli, mən maşın yeri tutmaq istəmədim, o zolaqlı yerdə saxladım balaca motosikllə. O birisinə bax, bilmirik, hara sürü neyir. Saxladım zolağın üstündəki maşın yeri əlavə tutmayayım da, əcəmiyyət olsun yəni. Baxıram ki, kamera yuxarıdan çəkib qəşən 20 manat göndərib mənə. Deməli, yəni 20 manat oradan, 20 manat da buradan. 15 günün içində 40 manat. Motosikllə hərəkət edirik ki, parking problemi olmasın, rahat hərəkət edək, xərcimiz də çox olmasın. Belə cərimələr olanda təbii ki, adamı qıcıqlandırır, əsəbləşdirir. Nervleniyorum, əsəbləşiyorum. Bugünkü gəzintimiz çəpişim üçün maraqlı oldu. İlk dəfə idi ki, şəhərə məndən motosikllə çıxır. Əllərini də salıb cibimə, üşüməsin. Mayın 29-da havaya bax.
Yaxşıdır qızım qalın kutka geyinib, yoxsa donardı. Həm qızıma görə, həm havaya görə asta sürürəm. Çox belə manevrlər, yüksək sürət təhlükəlidir. Balaca qızım 5-ci sinifdə oxuyur mənim. Aslında 6 yaşdan geçsəydi 6-da oxuyacaqdı, amma özüm 7 yaşdan qoymuşam. Məncə bu uşaqda düz eləmişəm. Amma Məhəmmədi gərək 6 yaşdan qoyardım. Çünki Məhəmmədin zəkası, riyazi zəkası, xüsusilə IQ-su yüksəkdir o. Amma xarakter olaraq Həkimə qızım daha olğundur əslində. Çox qayğıkeş, çox diqqətli, gözündən toz yayınmaz. Narahat olanda ən çox adamın halını acıyan, soruşan, qayğısına qalan qızım Həkimədir. Həkimə adı hardan gəlir? Hikmətli qadın, müdrik qadın deməkdir. Əvvəllər adına qarşı biraz kompleksi vardı, sonradan qalxdı. Dərslə zanla çox da belə arası yoxdur əslində. Məktəbdəki yola verdi də. Böyle ciddi. Dərsdən söhbət gedəlməz. Şəhərdə də biz qəribə qarşılanırıq. Gəzirik kaskla. Ümumiyyətlə, indi də belə qıraqdan baxırlar. Uşaq oturub motosikildə, 11 yaşında. Ağ şalvardadır özdə. Bu bilmirdik də belə yağış olacaq. Bilsəydim əslində çıxmazdım. Belə problem yaratmır, sadəcə paltarımız batır. Çünki ağ şalvarda çıxır. Ulu nənəsini təbrikə gedir. Ulu nənəsinin də atası Ağşalvarlar məhəlləsində olub da, İçəri şəhərdə. Anamın elə bir ki babası. Nənəmin atası İçəri şəhərli olub. Ağşalvarlarda. Mən də qızıma deyirəm ki, daha sən özün də Ağşalvarlısan da gelsən nənənin yanına. Bilirsən nə geymək lazım. Buralar artıq mənim beynimə bir dəfəlik həkk olunub. Bax, bu Lukoil'in qarşısında. Lukoil demişkən girək Lukoil'ə benzinimizi bıraq. Bax, tam da buradan maşın döndərib vermişdi qabağıma. Mən də sağdan mopedlə gəlirdim. Və uçdum bax bura. Uçdum bura, qəşəng astral səyahətə çıxdım. Topuğum sındı. Amma yaxşı qutardım çünki kask və qorumalı kutka gödəkçədəydim. Allah qorudu. Belə işlər. İndi salamatam. Bu yolda sadəcə yolun zövqünü çıxartmaq. Bu yolda xoşum gəlir. Genişdir. Geniş yoldu, rahat yol. Çatırıq evimizə. Palçıq içindəyik. Daha doğrusu motosikl palçıq içindədir. Ne yaxşı ki bu park press var. Yoxsa lap palçığın birində olardı.